Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir. Mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın. Bunu Günün Səsi İnfoya Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə Qəbələdə villa tikməsinə dair mediada yayılan iddialara münasibət bildirərkən söyləyib. Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Başı İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin 100 milyonlarla ölçülən sərvətləri haqqında məlumatlar yayılmaqdadır. Bu məlumatlar çərçivəsində onun Qəbələdəki villasından bəhs olunur. Həmin mülkün Ramiz Mehdiyevə Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən verildiyi iddia edilib.